Cəza müddətiniz qalmışdı. 10 ay. 10 aydan azad olundunuz. Artıq neçə vaxt idi buradaydınız? 8 ay. 8 aydır buradayım. Təşəkkür edirəm, minnətdaram. Mühtərəm prezidentimizin humanitına görə. Yəni sevincimin həddi hududu yoxdur. Hara gedəcəksiniz ilk olaraq? Allah əzizlərimin qəbrinin üstünə. Yəni birinci arzum odur. Qeyd eləmək istəyirəm ki, bu müəssisədə amnistiya aktına düşən məhbuslar arasında Kongo vətəndaşı da var və 2 azyaşlı uşağı olan xanım da var. Nə qədər cəzanızdan azad edildiniz? 3 ay. 3 ayınız qalmışdı. Hə. 3 ayımız qalmış. Təşəkkür edirəm prezidentimizə. Övladınız burada dünyaya gəldi. Bəli, bəli. Mən bütün bu ailələri təbrik edirəm. Onların azadlığa qovuşması münasibəti ilə həm ailə üzvlərini, həm özlərini təbrik etməklə yanaşı, cəmiyyətimizə, dövlətimizə layiqli, fiziki və mənəvi sağlam vətəndaş kimi qayıtmalarını dəvət edirəm. 9 aydan azad oldu. Neçə müddət idi burada? 6 ay. 6 ayda mən Nə hiss eləyirsən? Təəssüratın necədir? çox sevincliyəm. Yəni sevincimin həddi hududu yoxdur. Sevinirəm. Aləmlə bir yerdə keçiriləcəm bayramı. Aləm və öz adımdan cənab prezident İlham Əliyevə təşəkkürüm. Bundan sonra necə vətəndaş olmağa çalışacaqsan? Qayda qanunlara riayət edib İnşallah nümunəvi vətəndaş olarsan. Daimi olsun azadlığın.